Salam dəyərli izləyicilər, Azərbaycanda bu şəxslər yenidən hərbi xidmətə çağırılır. Səfərbərlik xidmətinin rəsmi açıqlamasını diqqətinizə çatdıracağım. Öncə burada üstəgəl işarəsinə bir dəfə vuraraq TikTok kanalımıza abunə ola bilərsiniz. Əgər bizi YouTube və Instagramdan da izləyirsinizsə, orada da takibə almağınız mümkündür. Dəyərli izləyicilər, bir çox hərbi xidməti başa vurmuş şəxslər yenidən hərbi xidmətə çağırılıb. Məsələ ilə bağlı Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şöbə rəisi Pərviz Sədrəddinov Mətbuatın sorğusuna cavab olaraq bildirib ki, hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası qanununun müvafiq bəndlərinə uyğun olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə hərbi vəzifəlilər, hərbi təlim və xüsusi toplanışlarda qanunla müəyyən edilmiş müddətdən əlavə 3 aya qədər müddətə saxlanıla bilərlər. Hərbi vəzifəlilər ehtiyatda olduqları müddətdə hərbi toplanışlara aşağıdakı qaydada çağırılırlar. Birinci dərəcəli ehtiyatda olan şəxslər, əskərlər, matroslar, çavuş, gizirlər, 35 yaş, kiçik zabitlər 50 yaş, mayor və polkovnik leytenantlar 50 yaş, polkovniklər 55 yaş, ali zabitlər 60 yaş. İkinci dərəcəli ehtiyatda olan şəxslər isə dəyərli izləyicilər, deməli bura daxildə əskərlər, matroslar, çavuşlar, gizir və miçmanlar 50 yaş, hər dəfə 2 ay müddətində olmaqla 3 dəfə, lakin il ərzində bir dəfədən çox olmayaraq çağırıla bilərlər. Həmçinin 3-cü dərəcəli ehtiyatda olanlar, deməli əskərlər, matros, çavuş, gizir və miçmanlar 50 yaş, kiçik zabitlər, mayor və polkovnik leytenantlar 55 yaş, polkovniklər 60 yaş, ali zabitlər 65 yaş və 1 ay müddətinə bir dəfə çağırıla bilərlər və Pərviz Sədrəddinov qeyd edib ki, hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günlük hərbi yoxlama toplanışlarına da çağırıla bilərlər.